2016-cı ildə Birləşmiş Ştatlardakı prezident seçkisində qalib gəldikdən sonra Trump tez-tez Rusiyalı həmkarı Vladimir Putinə simpatiyasını ifadə edirdi. NATO-ya qarşı tənqidi mövqe, Avropalı müttəfiqlərlə məsafəli münasibətlər və Moskva ilə əməkdaşlıq çağırışları bu dövrdə 47-ci liderin əsas xarici siyasət xətti olub. İkinci prezidentlik müddətinə başlayanda da o, bu düşüncələrini müəyyən qədər davam etdirdi. Ancaq birdən-birə Ağ Ev rəhbərinin həmkarına qarşı ritorikası dəyişdi. Bu dəfə Trump Rusiyanın Ukraynaya endirdiyi zərbələrdən narazılığını bildirib və bunları qəddarlıq adlandırıb. Onun sözlərinə görə Rusiyanın Ukraynanın bütün ərazisini əldə etmək istəyi var və bu Rusiyanın dağılmasına gətirib çıxara bilər. Bununla kifayətlənməyən Trump Putinə dəli də deyib. Putinlə nə baş verib bilmirəm. Mən onu çoxdan tanıyıram. Həmişə onunla anlaşıram, amma o şəhərlərə raketlər göndərir, insanları öldürür və bu mənim heç xoşuma gəlmir. Putinin etdiklərini bəyənmirəm. O sadəcə dəlidir. Putin lazımsız yerə çoxlu insanı öldürür və tək əskərləri demirəm. Raketlər və pilotsuz təyyarələr səbəbsiz yerə Ukrayna şəhərlərinə buraxılmır. Artıq mən ciddi şəkildə Rusiyaya qarşı sərt sanksiyaları düşünürəm. Təbii ki, Trump'ın Putinlə bağlı fikirlərinin birdən-birə niyə belə dəyişdiyi sualı hər kəsi maraqlandırır. Respublikaçılar Partiyasının daxilində də Rusiyaya münasibət daha tənqidçi səviyyəyə çatıb. Bir çoxları düşünür ki, Trump öz siyasi mövqeyini qorumaq üçün daxili dinamikanı nəzərə almalıdır. Hakim partiyanın böyük hissəsi Ukraynaya yardım məsələsində bölünsə də Rusiyanın təcavüzkar rolunda razılıq var. Şübhəsiz ki, bu məsələdə ictimai və beynəlxalq təzyiqi də unutmaq olmaz. Müharibənin uzanması, mülki itkilərin artması Trump'ın imicinə də təsir edir. Çünki o hələ seçki kampaniyası zamanı prezident olan kimi bu münaqişəni bitirəcəyini vəd etmişdi. Rusiyanın məsafə saxlamaq Trump'ın siyasi manevri ola bilər. 2025-ci ilin mayına qədər müharibə 3-cü ilinə qədəm qoyub. Hər iki tərəf üçün ciddi itkilər var və hələlik qəti siyasi nəticə əldə olunmayıb. Trump bu müharibəni sürətli və ağıllı diplomatiya ilə dayandıra biləcəyini iddia edirdi, ancaq indiki vaxta qədər bunu bacarmadı. Ritorikasında bu cür sərt tənqidlər onun özünü alternativ lider kimi göstərmək cəhdidir. Yəni bu cür ifadələrlə o bacara bilmədiyini örtbasdır etmək istəyir. Trump'ın siyasəti bir çox hallarda şəxsi brend siyasəti kimi işləyir. O, özünü hər zaman fərqli və status quo-ya qarşı olan lider kimi təqdim edir. Putinlə bağlı sərt açıqlamalar verməsi də bu obrazın bir hissəsi kimi düşünülür. Yəni, bu yolla o, bir növ heç kimdən kompromis etməyən lider modelini yaratmaq istəyir. Bir çoxları düşünür ki, Trump'ın ritorikasında Putinə qarşı sərtlik müşahidə olunsa da, bu dəyişiklik strateji məzmun daşıyır. Onun üçün əsas olan Birləşmiş Ştatların maraqları və öz lider obrazını yeniləməkdə. Şübhəsiz ki, bütün bunlar Trump'a hələ də dünya siyasətində ən mürəkkəb və proqnozlaşdırılması çətin fiqurlardan birinə çevirir.